Noyabrın 24-də Neftçidən ayrılan sabiq baş məşqçi Samir Abbasov üçün yeni imkanlar yaranıb. Məlumata görə Araz Naxçıvan klubu onu görüşə dəvət edib və əməkdaşlıq imkanlarını müzakirə edir. Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov klubda toplantı keçirib. Toplantıda yalnız funksionerlər və məşqçilər iştirak edib, hazırki baş məşqçi Elmar Baxşıyev isə burada olmayıb. Komandanın son həftələrdəki çıxışı ciddi müzakirə olunub və Axundov baş məşqçinin fəaliyyətindən narazılığını bildirib. Araz Naxçıvan Premier Liqada 13 turdan sonra 20 xal toplayaraq turnir cədvəlinin 6-cı pilləsindədir və ölkə kubokunda 1/8 finaldan erkən ayrılıb. Bu vəziyyət klub rəhbərliyini yeni qərarlar qəbul etməyə vadar edir və Samir Abbasov üçün yeni üfüqlər açır. Sizcə, Samir Abbasov Araz Naxçıvanda uğur qazana biləcəkmi? Aşağıda fikrinizi paylaşın. Ən son xəbərlər və sürpriz transferlər üçün kanalımıza abunə olun.